Salam, kanala xoş gəlmisiniz. Bugün Agile-da son olaraq layihədə metodologiya və ya frameworklərin birgə istifadəsi, yəni tailoring approach, keyfiyyətin idarə edilməsi, layihə və proseslərin təkmilləşdirilməsi fəslini izah edəcəyəm. Əhatə edəcəyim mövzular tailoring approach, lead time və cycle time, process improvement, value stream mapping, continuous product improvement, introspectives, premortem, retrospectives. Hər bir layihə xüsusi Agile frameworkündə dəyər qazanmaya bilər. Bəziləri üçün Scrum çox sərt görünür və əsasən proqram təminatının inkişafına diqqət yetirir. Eyni zamanda hardware layihələri üçün tətbiqi əlverişsizdir. Ola bilər siz waterfall keçmişinə sahibsiniz və sizin təşkilatınızın tezliklə nəyisə dəyişəcəyi real görünmür. Buna görə də siz yalnız ən yaxşı təcrübələrə bir-iki şey əlavə edərək qısa müddətlərdə kömək edə bilərsiniz. Müxtəlif sənaye sahələrində əksər birləşdirmə, yəni tailoring, waterfall'un komanda genişlənməsi ilə üst-üstə düşür. Texnologiya ilə müxtəlifliyi davam etdirmə hazırki dövrdə ehtiyacdır. Unik layihələrdə müxtəlif yanaşmalarla necə üstünlük qazanılacağını müəyyən etmək üçün müxtəlif model və frameworklərdə təcrübə və biliyə sahib olma vacibdir. Ən yaxşı təcrübələri seçilərək unik layihələr üzərində istifadə etmək birləşdirmə, yəni tailoring adlanır və layihə meneceri seçilən yanaşmanın təşkilat ehtiyacları və biznesin layihədən gözləntiləri ilə üst-üstə düşdüyünə əmin olmaq üçün layihə komandası, sponsor və təşkilatı idarə etmə ilə görüşür. Hər iki metodologiyaya sahib olmaq sizin üzərində işlədiyiniz layihə üçün ən yaxşı yanaşmanı seçməyinizi mümkün edir. Waterfall sahəsində Kanban lövhələri kimi çoxlu vizual menecment alətləri var və bu layihə menecerinin biznes hallarının inkişaf edilməsində məsuliyyətini artırır və layihəyə hibrid yanaşmanın lazım olub olmamasını müəyyən edir. Hibrid frameworklər həmişə bir framework miqyaslana bilən və hətta remote tətbiq oluna bilən olmadıqda zərurətə çevrilir. Hibridlər Scrum-ban, Scrum və Kanban, Waterfall Scrum-ın aspektləri ilə, Scrum Extreme Programming-in aspektləri ilə oxşar vəzifələri yerinə yetirmək üçün yeni yolların faktiki təcrübəsi sayəsində inkişaf etmişdir. Scaled Agile Framework, Agile frameworklərində bəzi hazırki challenge-lərə cavab olaraq dizayn edilib və proses frameworkünün işləməsi üçün limitli sayda komanda üzvü daxildir. Əksər təşkilatlar üçün qeyri-real görünsə də, komanda üzvləri range'i 50-dən 125-ə qədər və daha artıq bir neçə min üzvə qədər olan Agile komandası üçün Scaled Agile Framework uyğunlaşma, əməkdaşlıq və çatdırılma yolu yaradır və hansı ki Agile Development, System Thinking və Lean Product Development-dan yaranmışdır. Kristal metod kimi, hansı ki geniş miqyasda modellərə tətbiq olunur, Scaled Agile Framework-ün də bir neçə konfigurasiyası var. Essential Scaled Agile Framework, təməl səviyyə, Large Solution Scaled Agile Framework, Enterprise səviyyə və Complex Systems, Portfolio Scaled Agile Framework, çoxlu həllin yaradılması üçün Enterprise, Full Scaled Agile Framework, yüzdən minlərlə insanın istifadəsi üçün geniş Enterprise layihələri. Scaled Agile Framework əksər Agile Framework'ünün elementlərini əks etdirsə də, lakin o birləşdirmə çərçivəsinə uyğun gəlir. Bura metriklər, yol xəritələri, xidmətlər, vizyon, təcrübə komitəsi, sistem komandası, milestonelar və Lean UX aiddir. Scaled Agile Framework təməl elementləri Lean və Agile'ın hər ikisinin aspektlərini və liderlik üçün tövsiyə olunan təcrübələri əks etdirir. Bəzi əsas dəyərlərə daxili keyfiyyət, şəffaflıq, proqramın icrası, implementasiya yol xəritəsi, eləcə də Scaled Agile Framework'ün xüsusi prinsipləri və tövsiyə olunan məsləhətçilər aiddir. Large Scale Scrum, geniş miqyaslı Scrum. Large Scale Scrum, Scrum'ın bəzi məhdudiyyətlərini genişləndirən və orijinal məqsədini və ya dəyərini itirmədən təlimatları miqyaslaşdırmaq üçün Product Development çərçivəsidir. Large Scale Scrum'ın iki mərhələsi var. Large Scale Scrum Huge, Large Scale Scrum Level.
Large Scale Scrum Huge bu səviyyə eyni layihə üzərində işləyən yüzlərlə developerın yerləşdirilməsi üçün əlavə development miqyası elementlərinə malikdir. Bu 9 üzvdən ibarət və bir yerdə əyləşmiş orijinal tövsiyədən olduqca uzaqdır. Large Scale Scrum Level bu mərhələ telekom və maliyyə sahəsi ilə başlayır və 8-ə qədər komanda yerləşdirə bilir. Large Scale Scrum, Scrum-a xas layihələri həyata keçirməyə cəhd edərkən, bir çox sənayenin yaşadığı təşkilati mürəkkəbliklə mübarizə yollarını əhatə edən əsas səlahiyyətlərdən istifadə edir. Large Scale Scrum-ın bəzi rolları, idarə etməsi və təşkilati strukturu var. Enterprise Scrum sürətli, daha səmərəli və müştəri əsaslı yüksək gəlir və qazanca imkan vermək üçün dizayn edilib. Enterprise Scrum miqyaslı modellərə və empirical layihə idarə etməsinə imkan verir. Framework-a çoxlu planlama mərhələləri və təkmilləşdirmə dövrləri və eləcə də biznes dəyəri üçün və increment üçün nəzərdən keçirmələr daxildir. Dəyər siyahı maddələri dəqiqləşdirilir, dövrün davam etməsindən əvvəl backlog refinement kimi. Dəyərə mədəni dəyər aiddir, hansı ki Scrum dəyərlərini və biznes analizi əhatə edir. Produkt backloga bənzər dəyər siyahısı yaradılır və hər birində hazır olanın açıqlaması, yəni definition of ready və görülənin açıqlaması, definition of done var. Komandada rollar Scrum kimi eynidir. Product owner, Scrum master və komanda əsasən texniki tərəfdən məhsul kimi. Scrum boardları, burn down qrafikləri və izləmə ölçüləri də eynidir. Enterprise Unified Process, Enterprise Vahid Prosesi, EUP, yenilənən və incremental, arxitektura mərkəzli və risklə fokuslanmış, xüsusiləşdirilmiş çərçivədir. EUP, Rational Unified Process, rasional vahid proseslə əvəzlənə bilər. Bu, həm proseslərin, həm də vasitələrin tez bir zamanda istifadə edilməsinə və mənimsənilməsinə imkan verən inkişaf təlimatlarına və avtomatlaşdırılmış alətlər və xidmətlərə imkan verən uyğunlaşdırıla bilən bir prosesdir. Agile vahid prosesi enterprise səviyyədə sürətləndirilmiş dövrlərə və EUP-dən daha az şəkilli proseslərə sahibdir. Agile Unified Process 7 əsas disiplindən ibarətdir. Modelləşdirmə, implementasiya, testləşdirmə, yerləşdirmə, konfiqurasiya idarə etməsi, layihə idarə etməsi, mühit və ya situasiyaya əsasən xüsusi qərar vermə. Disciplined Agile Delivery, intizamlı çevik çatdırılma, digər çərçivələrin enterprise həll mühitlərində boşluqları doldurmasını təmin edən ən yaxşı təcrübələri miqyaslamaq üçün dizayn olunmuşdur. Disciplined Agile Delivery, Scrum, Extreme Programming, Agile modelləşdirmə, Enterprise Unified Process, Kanban və digər yanaşmaların ən yaxşı təcrübələrini istifadə edir. Model həmçinin insan mərkəzli yanaşmanı qəbul edir, öyrənməyə yönəlib, tam çatdırılma dövrü və proses yönümlü məqsədləri özündə birləşdirir, həll yönümlüdür və korporativ məlumatlılığı təmin edir. Agile modelləməsi dəyərlər və prinsiplər kolleksiyasıdır, hansı ki proqram təminatına tətbiq oluna bilər. Scrum və Extreme Programming, eləcə də Disciplined Agile Delivery üçün əlavə tailoring yanaşma hesab edilə bilər. Life Cycle boyu fokus dokumentasiya üzərindədir, lakin mümkün qədər gec sənədləşdirilir və versiya qarışmasının qarşısını almaq üçün bir yerdə yerləşdirilir. Bunlar müştəri testləri üçün xüsusi tələblərdir. Scrum və Extreme Programming kimi agile modelləşdirməni daha böyük komandalarda tətbiq etmək çətindir. 30 nəfərdən az olan hər hansı bir komanda bu çərçivə üçün maksimum potensiala malikdir. Lead time və cycle time, təqdimat vaxtı və dövrə vaxtı sizin istifadə etdiyiniz frameworklərdən asılı olaraq əksər layihə idarə etməsi terminləri və jargonları üst-üstə düşür. Lead time və cycle time istifadəsinə görə üst-üstə düşə bilər. Aralarında bəzi fərqlər olsa da, seçdiyiniz framework və ya təşkilati dildən asılı olaraq onlar bir-birini əvəz edə bilirlər. Lead time müştəri sifarişindən sonuncu tamamlanma inkrementinə və müştəri tərəfindən qəbul olunana qədər olan zamandır. Qısa desək, layihənin başlanğıcından sonuna qədər olan zamandır. Waterfall və ya hibrid mühitlərdə çalışanlar üçün
bu yeni qiymətli bir şeyin yaradılması fərziyyələrindən başlayır. Proqram təminatında və ya əcəl mühitində bu, yeni məhsul və ya xidmətlər təqdim etmək, ilk bazara çıxmaq, səhvləri aradan qaldırmaq və ya daxili təkmilləşdirmə aparmaq üçün nəzərdə tutulmuş daxili layihə ola bilər. Əgər bu haldırsa, təqdimat vaxtı komandanın ehtiyacı olan tələblərin müəyyənləşdirməsindən, user story-nin yaradılmasından, həmin incrementin son istifadəçi tərəfindən istifadəsinə qədər zamanı əks etdirir. Cycle time dövrü vaxt isə development tərəfindən müəyyən edilə bilər. Feature-ın icraya başlama nöqtəsindən dan sütununa keçirilməsinə qədər və quraşdırmaya hazır olan zamanı əhatə edir. Qısa olaraq bu terminlərdən birincisi layihədə müştəri zaman qrafikidir, digəri isə komanda zaman qrafikidir. Layihələrinizdə zamanı necə izləməyinizdən asılı olmayaraq cycle time, work in progress, throughput dəyişənlər daxildir. Throughput komandanın xüsusi zaman çərçivəsində işi tamamlamaq üçün sərf etdiyi ortalama vaxtdır. Dəyər zamanını dövrü zamanla müqayisə edərək iterasiya üzərində səmərəlilik faizini başa düşmək və proqresinizin səmərəliliyini müəyyənləşdirmək vacibdir. Bunun bir yolu əlavə dəyər vaxtını prosesin dövriyyə müddətinə bölməkdir. Tutaq ki, 20 dəqiqəlik bir təqdimat hazırlamaq üçün 50 dəqiqə vaxt sərf edirsiniz. Bu zaman siz səmərəlilik faizini hesablamaq üçün dəyərli zamanı total dövrü zamana bölürsünüz. Burada dəyərli zaman 20 dəqiqədir, dövrü zaman isə 50 plus 20, yəni 70 dəqiqədir. 20-nin 70-ə nisbəti və 100-ə hasili sizə səmərəlilik faizini verir, yəni təxmini 14%. Prosesin təkmilləşdirilməsinə gəldikdə isə, əcəl layihələrində performans izlənməsi və proseslərin təkmilləşdirilməsi tipik waterfall layihələrinə nisbətdə fərqlidir. Layihənin uğurlu olmasında iştirak edən və problem meydana gəldiyi zaman qırmızı flag, yəni bayraq əks etdirən dəyişənlər var. Ötürmə qabiliyyəti, vaxt ayırmaq, takt time deyilir buna, davam edən mühitdə çalışma, work in progress, kumulyativ axış diaqramları, məhdudiyyətlər nəzəriyyəsi, yəni the theory of constraints. İstər siz seçdiyiniz əcəl çərçivəsindən asılı olaraq məlumat ötürmədən, yəni throughput və ya velocity-dən istifadə edin, layihələrinizdə və sifarişçilərin zaman çərçivələri haqqında gözləntilərini düşünün. Əksər insanlar throughput və velocity-ni bir-birini əvəz edən termin kimi başa düşürlər. İstər siz Lean və ya Scrum və ya Extreme Programming istifadə edin. Əcəl environmentında yeni olan sifarişçiləriniz üçün hekayə balları, ideyalarını və velocity-ni izah etmək tez-tez çətin olur. Komandanın iterasiya və ya sprintdə nə qədər iş yerinə yetirəcəyini müəyyən edən zaman, velocity komandanın faydası üçün çox şeydir. Ötürmə qabiliyyəti əsasən təxminlərin müddəti əsasında formalaşır, yəni işi tamamlayacağınız vaxt. Bu təqvim günləri deyil, backlogda olan işləri yerinə yetirə bilmək üçün verilən zaman periodudur. Bu sifarişçilərə bunu komandanın tamamladığı iş kimi başa düşməyə kömək edir. Tipik olaraq komanda backlogdan yüksək prioritetli hekayələri seçir və onları tamamlayır. Onlar bu storyləri nə zaman başlayırlar və nə zaman bitirəcəklər, izləyirlər və onları aylıq cəmləşdirirlər. Əksər hesablamalar hazırki layihənin tarixçəsinə əsasən tamamlanmış işin ortalamasına görə aparılır. Tutaq ki, siz ötürmə qabiliyyətini, yəni throughput-u hesablamaq istəyirsiniz və əlinizdə son 6 iterasiyada tamamladığınız istifadəçi hekayəsi sayı var. Ekranda görə bilərsiniz. Bu 6 iterasiyada tamamladığınız istifadəçi hekayələrinin sayını cəmləyib 6-ya bölürsünüz və təxmini bir rəqəm alırsınız. Sizin aldığınız ədədi yuxarı və ya aşağı yuvarlaqlaşdırmaq olar. Yəni sizin bir iterasiyada görəcəyiniz story sayı 4 və ya 5 arasında dəyişir. Bununla siz növbəti iterasiyada komanda bacarıq həcmindən məlumatlı olursunuz və işləri onun əsasında seçirsiniz. Komandanın verilən müəyyən zaman periodunda tamamlaya biləcəkləri işlər
tıxacların qarşısının alınması, yəni bottlenecklərin aradan qaldırılması və bitməmiş çoxlu işin yaranmasını azaltmaq üçün limitlənmiş work in progress, yəni davam edən işlər sütununda yerləşdirilir. Takt time var, yəni zaman ayırma, Alman frazasıdır. Temp və ya ritm üçün istifadə edilir. İterasiya ərzində komandanın tempini və ya ritmini müəyyənləşdirmək, komandanın müştəri tələbləri ilə ayaqlaşması üçün işləməli olduğu nisbəti müəyyən edir. Çox vaxt bu kütləvi istehsal mühitində görünür. Əgər sifarişçi sizdən müəyyən zaman ərzində müəyyən qədər mobil telefon batareyası istehsal etməyi istəyirsə, siz mövcud total vaxtı tələb olunan məhsulun ümumi sayına bölərək bir məhsul üçün xərc olunacaq zamanı hesablayırsınız. Time bölünsün demand, yəni zamanın tələbə nisbəti, tələb əsassızdırsa və onun prosesinizə uyğun olaraq və keyfiyyət məqsədləri üçün tənzimləməsi lazımdırsa, bu da yaxşı göstəricidir. Work in progress bilirik ki, işləri limitləmək və bitməmiş işlərin yaranmasının, yavaş gedən iş axışının qarşısını alır. Həqiqətən eyni zamanda çoxlu sayda tapşırıqları multitasking, yəni yerinə yetirmək çətindir. Work in progress-i limitləmək sizin proseslərinizi təkmilləşdirmək üsullarındandır. Bir komandanın uyğunlaşması və işlərin ən yaxşı görülmə üsulunu müəyyən etməsi ümumilikdə zaman alır. Retrospektivin böyük hissəsidir, lakin arxaya baxanda nəyin yaxşı, nəyin pis getdiyini görmək deməkdir. Working progress-in təyin etdiyi limitləmədən xəbərdar olmaq, proses flow-nuzu daim təkmilləşdirmə üsuludur. Kumulyativ axış diaqramları, Cumulative Flow Diagrams layihələrinizin necə irəlilədiyini müəyyənləşdirməyin bir başqa yolu da yeniləmənizdəki reallığı əyani şəkildə təmsil etmək üçün məcmu axın diaqramlarını daxil etməkdir. Yüksək səviyyədə bu diaqramlar sizin komandaya performansı izləməyə və bitmiş, davam edən və gələcəkdə üzərində işlənəcək featureları izləməyə kömək edə bilir. Digər diaqramlar kimi kumulyativ axış diaqramları problem harada meydana gəlib və ya gələ bilər, onu göstərir və bu komandaya adaptasiya olmağa və ehtiyac olduqda düzəliş etməyə imkan verir. Məhdudiyyətlər nəzəriyyəsi, The Theory of Constraints, layihə idarə etməsi zaman, əhatə dairəsi, xərc kimi məhdudiyyətlərlə zəngindir. Theory of Constraints layihədə sürət zərbələrinə baxan və ən təsirli məhdudiyyəti müəyyən edən və sonra layihəyə mənfi təsir göstərməyənə qədər onu təkmilləşdirən idarə etmə fəlsəfəsidir. İstehsal sistemlərində məhdudiyyətlər tez-tez tıxanıqlıq, yəni bottleneck yaradır. Birinci tıxanıqlıq aradan qaldırılır, proses inkişaf edir. Pareto diaqramları keyfiyyətdə qüsurların baş verməsinin ən təsirli səbəblərini nəzərdən keçirərkən, məhdudiyyətlər nəzəriyyəsi ilk növbədə məhdudiyyətləri müəyyən etməyə, daha sonra məhdudiyyətdən istifadə etmək üçün bütün digər prosesləri tabe etməyə yönəldir. Əgər bu edilməzsə, yüksəltmə və ya aradan qaldırma ehtiyacını qarşılamaq üçün daha çox resurs və güc qabiliyyət əlavə edilməsi lazımdır. Agile-ın Waterfall-a qarşı əsas aspektlərindən biri, Agile komandası cross-functionaldır və özünü idarə şəklində formalaşıb. Bu məhdudiyyətlərin nə olduğuna qərar verməyə və onları olduqca səmərəli və zamanında idarə etməyə imkan verir. Waterfall komandaları isə formal change control vasitəsilə irəliləyirlər, sənədlərini update edirlər, məhdudiyyətlər çox təsirli olarsa, bir risk reaksiyası belə tətbiq edilir. Value stream mapping, yəni dəyər axını xəritəsi. Dəyər axını xəritəsi prosesi başdan sona qədər göstərmək və dəyəri və əlavə dəyərsiz vaxtı müəyyənləşdirmək üçün dizayn edilib. Eyni zamanda alınan və itirilən dəyərli vaxtın əla təqdimatı status görüşlərdir. Tutaq ki, siz bir görüş təşkil etmişsiniz. Əgər görüş otağını əvvəlcədən görüş zamanına təyin etməmişsinizsə, görüş otağını təşkil etmək təxmini 20 dəqiqənizi alır. Görüşə başlamazdan yarım saatda bir-birinizdən hal-əhval tutursunuz, həftə sonunu necə keçirdiyinizi bölüşürsünüz. Nəhayət, ən azı 50 dəqiqə görüş başlamamazdan əvvəl itirirsiniz. Görüş başlayır və 2 saat mövzuları müzakirə edirsiniz. Toplamda 3 saata yaxın zaman getmiş olur. Burada dəyərli zaman 2 saat, dəyərsiz itirilmiş zaman isə 50 dəqiqədir.
Bunun ayda 4 dəfə və daha çox olduğunu düşünün. Hesabladığımız zaman xeyli zaman itkisidir. Dəyər axını xəritəsi proses təkmilləşdirmə imkanlarını və ümumilikdə dövrü zaman təkmilləşdirmələri müəyyən etmək üçün istifadə edilir və nə zaman israf və ya dəyər əlavə etməyən fəaliyyət aşkarlanarsa, komanda bu fəaliyyəti mümkündürsə aradan qaldırmaq üzərində işləyir və yeni xəritə yaradılır. Bu mümkün olduqca edilir, çünki bəzən bunun mümkün olmadığı hallar da var. Məsələn, siz otağa daxil olub layihə sponsoruna onların mitinqi total olaraq vaxt itkisidir deyə bilmirsiniz. Komanda harada təkmilləşdirmə edə bilirsə edəcək, harada isə mümkün olmayacaq, ən yaxşı qabiliyyətlərindən istifadə edərək bu məhdudiyyətlərin içərisində işləyəcəklər. Prosesin təkmilləşdirmələri üçün addımlar Agile frameworklərinə çox oxşayırlar. Burada da demək çox asandır, etmək çətin. Ən təhlükəli itki odur ki, biz o itki ilə tanış deyilik. Dəyər axını xəritəsi məqsədin və məqsədə çatmaq üçün tələb olunan addımların vizual təsviridir. Bu yüksək dəyərli məhsul və ya yüksək dəyərli proses ola bilər. Gördüyüm xəritələrin əksəriyyəti proses yönümlüdür, lakin onlar məhsula və ya nəticələrə təsir edir. İstehsalatda proseslərdə çatdırılma zamanı, material axını, avadanlıq və s. daxil olmaqla itki müəyyən edilir və xəritə proseslərin hazırki vəziyyətinə əsaslanaraq ideal hal və gələcək vəziyyət üçün proqnoz yaradır. Belə ki, bura prosesin özü haqqında toplanmış datalardan istifadə etməklə hazırki proses addımlarının xəritəsi, informasiya axışı, hazırki zaman dövrü daxildir. Əksər itkilər çatdırılmalar arasında gözləmə və ya gecikmə, eləcə də əşyalar, materiallar və ya komandada lazımsız hərəkətlilik səbəbindən yaranır. Prosesin vizual planlaşdırılmasının hədəfi proqresdə hansı sahələrdə tıxanıqlıq, yəni bottleneck yarandığını və iterasiya irəlilədikcə bu elementlərdən hansı vaxt qrafikinizə təsir edə bildiyini aşkarlamaqdadır. Şəkildə dəyər axını xəritəsi və proses xəritəsinin əhatə dairəsini görə bilərsiniz. Dəyər axını xəritəsi uzun zamanlı strategiyaya kömək edir, bütün prosesləri əhatə edir. Proses xəritəsi isə qısa zamanlı planlamaya kömək edir, tək prosesi əhatə edir. Continuous Product Improvement, məhsulun davamlı təkmilləşdirilməsi. Davamlı təkmilləşdirmələr ciddi şəkildə məhsulu daha yaxşı şəkildə hazırlamağa fokuslanmış layihə idarə etməsi ideyasıdır. Keyfiyyət menecmenti arenasında bir neçə üsullarla məhsullar təkmilləşdirilir. Agile mühitlərində refactoring, retrospektiv araşdırmalar məhsul təkmilləşdirilməsinin ən yaxşı təcrübələrinin əsas aspektləri sayılır. Bunun əvəzinə Agile çərçivələr digər üsullarla müxtəlif kombinasiyalarda gəlir və ya onlara waterfall alətləri və ya texnikaları daxildir. Təşkilatların qlobal mühitdə rəqabətə davamlı qalması və həm daxili, həm də əbədi olaraq ən yaxşı məhsul və xidmətləri istehsal etməsi ehtiyacı olduğu kimi, çeviklik də əsas istiqamətə çevrilir. Agile çərçivələr digər metodologiyaların müxtəlif kombinasiyası ilə gəldi və onlar waterfall'un alət və texnikalarına daxildilər. Agile qlobal mühitdə rəqabətli qalmaq və daxili və xarici ən yaxşı məhsul və servisləri istehsal etmək üçün təşkilatlarda ana cərəyana çevrilir. Müxtəlif üsulları başa düşmək zərurəti təkcə bizim prosesləri təkmilləşdirmir, həmçinin bizim məhsullar təşkilatlara ən yaxşı həlləri tapmağa kömək edir. Davamlı təkmilləşdirmələrə təkan verənlərin çoxu ön cərgədə olan komandanın və onların rəhbərliyinin səyləridir. Ehtiyac olan təkmilləşdirmələri müəyyən etmək üçün ən yaxşı pozisiyalar var və burada təkmilləşdirmələr daha sonraki layihələrdə istifadə edilmək üçün qeyd edilir və şəffaf şəkildə paylaşılır. İnkişafsız təkmilləşdirmək çətindir. Nə qədər işlərini doğru yerinə yetirən, məhsul və xidmətlərdən yaxşı xəbərdar olan, komanda
komanda üzvləriniz olsa da, proaktiv şəkildə təkmilləşdirmək üçün treninqlər, təhsil və təlimlərdən istifadə etmək zəruridir. Mövcud proseslərin genişləndirilməsi və təkmilləşdirilməsi tələb oluna bilər. Bunu etmək üçün bacarıqların olması yüksək bazar ehtiyaclarına cavab vermək deməkdir. Həmçinin də davamlı təkmilləşdirmələr və təşkilatın inkişafı üçün son dərəcə vacibdir. Proaktivlik reaktivliyin əksinə olaraq trend yaradır. Hər ikisinə riayət etmək və təkmilləşdirilmiş məhsul və xidmətlərlə irəli getmək üçün bir neçə üsullar var. John Rockefellerin sözü var: ən yaxşıya tərəf getmək üçün yaxşıdan imtina etməkdən qorxmayın. Introspektiv daxili müşahidələr. Bəzən işlər komanda planladığı üsulla getmir, hətta ən yaxşı planlama və kommunikasiya olsa da, Agile-da hər şey həmişə mükəmməl deyil. Komanda nə etməlidir? Sprint və ya iterasiya ərzində kənarlaşma hallarından komanda perspektivlə daxilə baxmaq üçün xüsusi iclas çağıra bilər və bunun introspektiv daxili müşahidə görüşü adlandırır. Görüş adi şəkildə keçirilir, diskusiya etmək və nəzərdən keçirməyi komanda açıq təcrübə edir və necə bir yerdə işləməyi qiymətləndirir. Davamlı təkmilləşdirmələr yalnız testləşdirmə və nəzərdən keçirmələr tərəfdən həyata keçirilmir. Bu həmçinin komanda səviyyəsində baş verir. Premortem var. Bu hərfi tərcüməsi ölümdən əvvəldir, amma ekvivalent tərcüməsi, yəni layihə üçün bu uğursuzluqdan əvvəl kimi tərcümə olunur. Layihədə gələcəyi görə bilsəydiniz və üzərində işlədiyiniz şeyin uğurlu yoxsa uğursuz olacağını bilsəydiniz, necə davranardınız? Əgər komandanız layihənin uğursuzluğunun bütün yollarını müzakirə etsə, ən pis təxmin edib, ən yaxşısına ümid etmək əks təsir yaradır və böyük bir neqativə səbəb olur. Premortem, yəni uğursuzluqdan əvvəl postmortemin əksidir. Postmortem, yəni uğursuzluqdan sonradır. Yəni uğursuzluqla bitən layihədən sonra keçirilir bu görüş. Bu çox az, çox gec bir haldır, lakin gələcək dərslər üçün yaxşıdır. Premortem görüşündə isə layihənin uğursuzluğuna səbəb ola biləcək bütün yollar əvvəlcədən hipotetik, yəni fərziyyələr şəklində müzakirə edilir, səbəblərin niyəsi araşdırılır, bu şəxsə komanda ilə layihədə düzgün getmədiyini düşündüyü şeylər və şübhələr barəsində fikirlərini açıq şəkildə ifadə etməyə imkan verir. Premortemlər risk qiymətləndirmələrinə çox oxşayır. Biz fəlakət düşünənlər bir araya toplaşırıq və səhv gedə biləcək hər şey haqqında danışırıq, lakin bir həqiqəti bilmirik. Ehtimal və təsir barədə yalnız təxminlərimiz var, yəni savadlı təxminlər. Premortem risk hadisələrini aşkarlamağa imkan verir, açıq söhbət, problemlərin qarşısını almaq üçün qaydalar təyin etmək və gələcəkdə hər hansı belə tənəzzülün qarşısını almaq üçün komandanın əlaqələndirilmiş səyi. Retrospektivlər bəlkə də iterasiyanı bitəndən sonra ən böyük əks etdirən görüşdür və növbəti iterasiyadan əvvəl və ya sprintin planlamadan əvvəl baş verir. Retrospektiv development komandasının iştirak etdiyi development prosesini analizi və məhsuldarlığı artırma üsullarını müəyyən etdiyi, eləcə də keçən sprintdə nəyin doğru getmədiyini və növbəti sprintdə təcili olaraq nəyin düzəldilməsi lazım olduğuna qərar verdiyi bir saatlıq görüşdür. Yadda saxlamaq lazımdır ki, bu günahlandırma görüşü deyil. Sadəcə geriyə baxılır və irəlidə nəyə ehtiyac olduğu müəyyən edilir. Retrospektiv müzakirə debat formasında keçirilir və hər kəsin özünü ifadə etmə şansı var. Əksər komandalar ideyalarını yazmaq üçün flip chartlardan, yəni təqdimatlarda istifadə edilən yazı taxtaları və ya böyük kağızlardır bunlar, istifadə edirlər. Sonra onlar üzərində müzakirə edirlər. Komanda fikirlərini əldə etmək üçün müzakirəyə əsaslanan başqa bir üsul sadəcə plus delta istifadə etməkdir. Plus delta komanda nəyi daha çox etməlidir və nə dəyişdirilməlidir kimi iki sütundan ibarətdir. Komandanın açıq və şəffaf dialoq yaratması üçün çoxlu üsullar var.
Diskusiyanın necə aparıldığından asılı olmayaraq, komanda irəlidə nəyi dəyişəcəyini razılaşdırmalıdır. Onları prioritetləşdirməlidir, növbəti iterasiyada həyata keçiriləcək fəaliyyət planı yaratmalıdır. Bu, komandanın dərhal davamlı təkmilləşdirilməsidir. Retrospektiv adətən sprint review görüşündən dərhal sonra keçirilir. Komandanın görüşdə iştirakından asılı olaraq daha uğurlu nəticələnə bilər. Bu, hər kəsin istədiyi kimi davranacağı vəziyyət deyil. Bu, agenda ilə strukturlaşdırılmış, asanlaşdırılmış görüşdür. Agile layihə meneceri diskusiyaları asanlaşdıracaq, komanda səviyyəsində ehtiyac olduqda koçluq edəcək, fəaliyyət planları razılaşdırılmasına və yaradılmasına əmin olmalıdır. Bu fəsildə danışdıqlarım Agile komandalarının öz proseslərini tailored vasitəsilə təkmilləşdirməsi, proseslərdə itkinin dəyər axını xəritəsi ilə müəyyən edilməsinə və bütövlükdə komandanın təkmilləşdirilməsinə kömək edəcək. Bu, Agile ilə bağlı əhatə edəcəyim hələlik son mövzudur. Yekun olaraq bundan sonraki videoda mövzuların qısa xülasəsindən bəhs edəcəyəm. Kanalı izləməyi unutmayın. Təşəkkür